Nihat, sənlə bugün biz üsubiyyət bölməsinin sual cavab eləyək. Səncə dildən ümumi istifadə zamanı hansı üslublar yaranır? Funksional üslub, Bəs xüsusi istifadə zamanı hansı? fərdi üslub, Funksional üslublar hansılardır? elmi üslub, bədii üslub, publisistik, rəsmi işgüzar, məişət. Düzdür. Bədii üslubun xüsusiyyətləri deyəndə nə başa düşürük? Bədii üslub bədii təfəkkürün ifadə vasitəsidir. Xüsusiyyətləri məcazilik, obrazlıq, emosionallıq. Düzdür. Bədii üslubda nələr daha çox olmalıdır ki, onun bədii üslubda olduğunu bilək? Bədii üslubda bədii təsvir istifadə vasitələri, sinonim, antonimlər, frazozu birləşmələr olmalıdır. Bir də bədii üslub üç formada görə bilirik. Şeir dilində, nəsr dilində və dramaturgiya dilində. Şeir dili odur ki, müəyyən ahəngə, ölçüyə, bölgüyə malik olan qafiyələnən dildir. Nəsr dili müəyyən süjetə malik olan təhkiyə dildir. Təhkiyədə müəllifin dili nəzərdə tutulur. Lakin biz yəni təhkiyə olan bütün əsərləri biz nəsr dili götürə bilmərik. Məsəl üçün mənzum hekayədir, poemadır, təmsildir. Bunlar təhkiyə formasındadır, amma nəsr dilində deyil. Dramaturgiyadır. Dramaturgiya da monoloq və dialoqlardan ibarət olan əsərlərin dilidir. Monoloq, yəni tək bir personaj tərəfindən deyilən dildir. Dialoqda iki şəxs arasında baş verən dialoqdur. Düzdür, aferin sənə. Yaxşı. Azərbaycan dili həcmində deyək. İptit nədir? Epitet odur ki, mənim məcazi təyindir. Məsələn, daş ürək, ağır söz. Düzdür. Təşbeh nədir bəs? Neçə cür təşbeh tanıyırıq? Təşbeh bənzətmədir. Təşbeh olan cümlədə əsasən kimi tək qoşmaların görməliyik. Təşbehin iki forması var, iki tərəfi var. Yəni mükəmməl, bir də müfəssəl. Müfəssəl odur ki, bənzəyən, bənzədilən, bənzətmə qoşması və bənzətmə əlaməti olmalıdır. Amma mükəmməldə təkcə bənzəyəndən bənzədilə olur. Məsələn, müfəssələ nümunə, məsələn, qarpız bal kimi şirindir. Bu müfəssəldir. Amma qarpız baldır, bu mükəmməldir. Yaxşı. Səncə hər kimi tək qoşmaları olan cümlələri biz təşbeh hesab edə Xeyr, bilərik? götürmək olmaz. Götürmək olmaz. Metafor nədir? Metafor bir əşyanın hərəkətinin digər bir əşyanın üzərinə köçürülməsidir. Məsələn, təbiət öz yaşıl donunu geyindi. Burada insana olan hərəkəti təbiətə köçürülür. Bəs metonimiya nədir? Metonimiya ad dəyişmədir. Məsələn, şəhər öz sözünü dedi. Burada şəhər sözünü demir, şəhərdəki insanlar sözünü deyir. Bətəzad? Bədii təzad odur ki, burada yəni sözlər ya antonim olmalıdır, ya da qarşı-qarşıya qoyulmalıdır. Məsələn, yolun bir tərəfində tikanlar əkilmişdi, digər tərəfində isə qızılgüllər əkilmişdi. İnversiya? İnversiya söz sırasının pozulmasıdır. Məsələn, çıxdıq üz üstə qoçaq. Mübaliğə? Mübaliğə şişirtmədir. Məsəl üçün, Koroğlu elə nəhərə çəkdi ki, yer göl lərzəyə gəldi. Bəs kinayə? Kinayə odur ki, məsələn, yəni bir sözü xarici görünüşdən, yəni müsbət kimi deyirsən, amma altında mənfi bir məna yatır da. Məsələn, oxumayan abituriyentə deyirsən ki, sən professorsan ki. Yəni dərs oxumayan uşağa deyirsən, sən canavarsan ki. Düzdür. Bədii sual nədir? Bədii sual, yəni cavab tələb etməyən suallardır. Məsəl üçün, ayrılarmı könül candan və yaxud da məni candan usandırdı, cəfadan yar usanmazmı? Təkrir? Təkrir eyni sözün təkrarıdır. Təkrirdə əgər təkrarlanan sözlər əvvəldə baş verirsə, anaforadır, sonda baş verirsə, epiforadır. Məsələn, təkrar nümunə: sadə ol, sadə yaşa, sadə tanısınlar səni. Sadəlik sadə edər, sadədən də sadə səni. İnversiya nədir? İnversiya söz sırasının pozulmasıdır. Düzdür. Azərbaycan dili həcmində bu qədər yetərlidir. Gəldik elmi üslub nədir? Elmi üslub elmi təfəkkürün ifadə vasitəsidir. Elmi üslubun xüsusiyyətləri məntiqlik, dəqiqlik, konkretlik, ardıcıllıq, terminsizlik. Elmlər neçə yerə bölünür elmi üslub? Elmlər üç yerə bölünür: humanitar, təbiət, texniki. Düzdür. Yəni milli səciyyə, bunların içində humanitar milli səciyyə daşıyır. Texniki ilə təbiət isə beynəlmiləl səciyyə daşıyır. Düzdür. Elmi üsluba daha çox görə bilirik ki, biz modallıq bildirən söz və ifadələrdə görə bilirik elmi üslubu. Bir də elmi üsluba daha çox tapmaq, yəni asan tapmaq üçün orada əsas termin sıxlığına diqqət etməkdir. Aha. Publisistik üslub xüsusiyyətləri. Publisistik üslub milli ictimai təfəkkürün ifadə vasitəsidir. Publisistik üslubun xüsusiyyətləri kütləvi anlaşıqlıq, aydınlıq, bir də təsirlilikdir. Neçə formasını müşahidə edirik? Publisistik üslub iki yerə bölünür. Şifahi publisistika var, bir də yazılı publisistika var. Şifahi publisistika odur ki, yəni radioların və televizorların dilidir. Yazılı publisistika odur ki, qəzet və jurnalların və yaxud da ki, kütləvi və elmi kitabların dilidir. Rəsmi işgüzar üslubun xüsusiyyətləri. Rəsmi və işgüzar sənədlərin dilidir. Onun xüsusiyyətləri standart forma, arxaik leksika və sintaksisi məhduddur. Düzdür. Rəsmi işgüzar üslubda
üslub öz neçə yerə bölünür? İki yerə bölünür. Bir rəsmi sənədlərin dili var, bir də işgüzar sənədlərin dili. Rəsmi sənədlərin dili nəzərdə tutulanda, rəsmi sənədlər, məsələn, rəsmi sənədlər nümunə deyim, məsəl üçün qanun, qərar, məcəllə, fərman, bunlar rəsmi sənədlərdir. Bu rəsmi sənədlərin dilinin xüsusiyyətləri var. Xüsusiyyətləri dilin maksimal mükəmməlliyi, dilin yığcamlığı, fikrin birmənalığı, fikrin hüquqi cəhətdən əsaslandırılması, bir də mütəxəssislər tərəfindən hazırlanır. İkinci də odur ki, işgüzar sənədləridir. İşgüzar sənədlər isə adi, yəni biz insanlar nəzərdə tutulur, işgüzar sənədlər. Onlar da məsələn nümunə işgüzar sənədlər məsələn məktubdur, reklamdır, ərizədir və s. Arayışdır. Düzdür, afərin sənə. Məişət üslubunun xüsusiyyətləri. Məişət üslubu insanların gündəlik həyatında danışdığı, yəni ünsiyyət qurduğu dildir. Məişət üslubunun xüsusiyyətləri sadəlik, sərbəstlik, yığcamlıq, bir də təbiilik. Düzdür. Səncə ən qədim üslub? Ən qədim üslub bədi üslub. Ən gənc üslub? Publisistik üslub. Neçənci il? Kim tərəfindən? 1875-ci ildə Həsən bəy Zərdabi tərəfindən yaradılmışdır. Düz. Ən geniş yayılmış, kütləviliyinə görə aparıcı olan üslub? Məişət üslubu. Hansı üslubda fikri daha yığcam ifadə etmək üçün sxem, qrafiklərdən üslublar Elmi üslubda. Bəs ölçü failləri ixtisarla verilir? O da elmi üslubda. Fərdi nitq ünsürləri hansı üslub üçün yol verilməzdir? Rəsmi işgüzar. Rəsmi işgüzar üslubu. Düzdür. Səncə müxtəlif mövqe və maraqları əks etdirən üslub hansıdır? Publisistik üslub. Səncə mücərrəd obrazlığa daha çox rast gəldiyimiz üslub hansıdır? Mücərrəd obrazlılığa bədi üslub. Mücərrəd obrazlığa yer verilmiş hansı üslubun səciyyəvi xüsusiyyətidir? Bunu meyar kimi hansı üsluba yazırıq? Publisistik üslub. Publisistik üslub. Fərdi üslubun ən geniş təzahür forması harda rast gəlir? Bədi üslubda. Hansı üslubun şifahi forması yoxdur? Deməli, rəsmi işgüzar. Hansı üslubun yazılı forması yoxdur? Məişət üslubu. Məişət üslubunun yazılı forması yoxsa biz onu harda rast gəlirik? Bədi üslubla əlaqələndiririk məişət üslubu. Düzdür. Ədəbi dil tarixində həmişə aparıcı olan üslub? Bədi üslub. Analitik nitq şərh etmə hansı üslub üçün səciyyəvidir? Publisistik üslub. Hansı üslub üçün şərh etmə, nəticə çıxarma ön plandadır? Şərh etmə, nəticə çıxarma, elmi üslub. Elmi üslub. Səncə vulqarizmlər, barbarizmlər, loru sözlər, jargon Hamısı hansı bədi üslub? üslubda. Bədi üslub. Mimika nədir? Mimika odur ki, yəni üzün üz ədələrinin müxtəlif hərəkətləri, Mənalı mənalı hərəkətdir. Bəs hərəkətlər. jest nədir? Jest əl-qol hərəkətləridir. Səncə hansı üslubda söz cümlə, yarımçıq cümlələrdən bol-bol istifadə edirik? Söz cümlə, yarımçıq cümlələrdən məişət üslubu. Məişət üslubunda, yaxşı. Bütün üslublar hansı üslubda birləşir? Məişət üslubunda. Nitq etiketləri hansı üslub üçün səciyyəvidir? Etiket, o da məişət üslubu. Hansı üslub dialekt üstü üslubdur? Dialekt üslubu, o da məişət üslubu. Hansı üslubdur ki, standart formu ilə loru dilin keçidində yerləşir? Standart var. Yəni arxaik leksikanın sərhədində yerləşir. Məişət üslubu. Məişət üslubu. Hansı üslubdur ki, orada sintaksi məhduddur? Rəsmi işgüzar üslubu. Bütün üslubların ortaq cəhəti hansıdır? Ədəbi dil normalarına tabe edirlər. Bir də hamısı funksional üslublardır. Düzdür. Müxtəlif emosiyaları ifadə edən üslub hansıdır? Publisistik üslub. Müəyyən tarixi təkamülün məhsulu olan üslub. Rəsmi işgüzar. Səncə beynəlimlər terminləri hansı üslubda görürük? Beynəlmiləl terminlər, elmi üslub. Səncə elmi üslubda məhtanatı məna, çox mənalığa yer verilir? Xeyr, yer verilmir. Hansı üslubda biz arxaik leksika, əski sintaktik konstruksiyalar, şablon və qərib ifadələr görürük? Rəsmi işgüzar. Bütün üslubların oxşar cəhətlərini deyirik. Bütün üslublar aslında ədəbi dil normalarına uyğundurlar. Bir də hamısı funksional üslubdur. Düzdür. Ölçü vahidləri ixtisarla verildi. Elmi üslubdur. Yazı forması olmadı. Yazılı forması məişət üslubu. Nitq etiketləri əsas oldu. Məişət üslubu. Bütün üslublar gəldi birləşdi. Məişət üslubudur. Ən qədim üslub. Bədi üslub. Şərh etmə, nəticə çıxarmaq. Şərh etmə, nəticə çıxartma, elmi üslub. Vulqarizm, varvarizmin bol olduğu Bədi üslub. üslub. Məişət üslubunu harda görürük? Məişət üslubun Hansı üslubun içərisində görürük? bədi üslub. Fərdi nitq ünsürlərini hansı üslubda daha çox görürük? Fərdi nitq ünsürlərinə bədi üslub. Səncə bədi, publisistik və məişət üslubunun oxşar cəhəti? Xalq dilinə uyğundur. Xalq danışıq dilinə Xalq danışıq dilinə uyğundur. Yaxşı. Oldu. Çox sağ olun.